Axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Deməli müəllimlər, ilk başlığımız nisbi atom və ya molekul kütləsi maddə miqdarıdır. Deməli, oradan hər kəs zəhmət olmasa B variantından suallarınızı yazın chat bölümünə.
Səs gəlir müəllimlər. Ekran görüntüsü normaldır. Bəli, normaldan. Bəli. Aha, lap yaxşı. Deməli, nisbi atom və ya molekul kütləsi maddə miqdarı. B variantında azdır sual. 7 dənə olmalıdır. Aha, elə oradan baxaq. Başlayaq. Deməli, zəhmət olmasa chat bölümünə yazın. B-də yoxdur müəllimlər sual. Yazmayıb heç kəs. Yoxdursa keçək. O birisi başlığa. Müəllim, o bir də asan amma nəsə cavabı mən eyni cavab ala bilmədim. Ola bilər ki, məndə səhvlik 4-də. 4-də. Baxaq müəllimə, 4-cü suala. Nə deyir? Kütləsi 16 qram olan metan qazında nə qədər karbon atomu var? Aha, kütlə verilibdir. Molyar kütləmiz də verilibdir. Avogadro ədədimiz də verilibdir. Nə qədər karbon atomu say olaraq soruşur da, sayını soruşur bizdən. Aha, gəlin baxaq. Nüyünün düsturu var idi. Bir n bölək m düsturu var. Bir də n bölək n-a. Gəlin onları bərabərləşdirək. Oradan belə bir düstur alırıq. N bərabərdir. M n-a bölünmüş m. Böyük m-də, yəni molyar kütlə. Aha, buradan nə yazaq? Deməli, m-in yerinə yazırıq. 16 qramdır. 16 vuraq 10 üstü mənfi 3. Avogadro ədədimiz bizə verib 6 vuraq 10 üstü 23. Molyar kütləmiz nə qədərdir? 16 vuraq 10 üstündə mənfi 3. Aha, elə bu 16 vuraq 10 üstü mənfi 3-lər gedir. Burada qalır cavabımız nə? Elə Avogadro ədədinə bərabər olur. 6 vuraq 10 üstü 23. D variantı. Siz necə eləmişdiniz müəllimə? Bir variant almışım, amma cavabda A variantıdır. Müəllim orada 2'ye vurmalıdır. O 2 atom da orada yeni 2'dir. Aha, 4-cü sualda nə deyir? Nə qədər karbon atomu var? Yani atomlar soruşur orada. Bir molekul tapırıq orada 2'ye vurmalıyız. Aha, bəli. Bəli. Sonra burada yoxdursa müəllimlər, o zaman keçək. Deməli, molekulyar kinetik nəzəriyyənin əsasları, molekulyar kinetik nəzəriyyənin əsas təlimliyi, diffuziya, Brown hərəkəti. Bax, bu başlıqdan keçək B-yə. Deməli, B variantı. Zəhmət olmasa yazın suallarınızı. Gözləyirəm. Müəllimlər, yazın suallarınızı gözləyirəm. Yoxdur B-dən sual. B-də yoxdursa C-yə keçək müəllimlər. Heç kəs yazmayıb heç nə. Aha, B6 yazıldı. Tamam, B-də 6-cı sualımızı oxuyaq. Nə deyir? Sabit həcmdə verilmiş kütləli ideal qazın temperaturunu artırdıqda qaz atomlarının konsentrasiyası və təzyiqi necə dəyişər? Sabit həcm deyirsə, baxın özümüz üçün qeyd edək. Deməli, V sabitdir, temperaturu artırırıq. Temperaturu artırırıqsa, bizdən istəyir konsentrasiyanı və təzyiqi. Müəllimlər, V sabit olanda T artırsa, deməli, təzyiq də artır, düzdürmü? Aha, deməli, qazımızın təzyiqi nə olur? Qazımızın təzyiqi artar. Bax, bunu tapdıq. Qazın təzyiqi artdı. Bir də bizdən istəyir konsentrasiyanı. Konsentrasiyanın düsturu necə idi? N bərabər idi. P bölünmüş K T'dən. Düzdür? Aha, deməli, P artır, T artır. O zaman nə olur? Deməli, konsentrasiya dəyişməyibdir də. Hər ikisi artdığı üçün həm P artıb, həm T artıb. Deməli, konsentrasiya sabit qalıb ki, P ilə T düzüm tənasib asılı olaraq artıbdır. Deməli, konsentrasiya dəyişmədi, təzyiq artdı. Deməli, olur D variantı. Sonra baxırıq 12-ci sualımıza. 11-12-ci sual. Aha, nə deyir 12-ci sualda? İdeal qazın təzyiqinin orta kvadratik sürətdən asılılıq qrafiki verilib. P2 bölək P1 nisbətini deyir, hesablayın. Aha, bizə də rho-nu sabit veribdir. Gəlin baxaq müəllimlər. P-nin elə bir düsturunu seçək ki, deməli orada həm sıxlıq olsun, həm də orta kvadratik sürət olsun. Hansı düstur var idi? P bərabər idi 3/1 rho
V ortanın kvadratı, düzdür? Bizə onsuz da burada özü deyir ki, rho sabitdir. 3/1 də ki, sabit ədəddir. Deməli, mən P ilə V arasında asıllıq qura bilərəm də. Məndən P2 bölək P1 nisbətini istəyir. O zaman yaza bilərəmmi? P2 bölək P1 bərabərdir V2-nin kvadratı bölək V1-in kvadratı. Düz kvadratik asılı olduğu üçün bax bu əlaqəni qura bilərəm də mən, düzdürmü? Deməli, bax V2-miz, yəni 2 nöqtəsinə uyğun sürətimiz nə qədərdir? 3V0. Ona görə kvadrata yüksəltsək yaza bilərəmmi? 9V0-ın kvadratı. Bir nöqtəsinə baxın, uyğun olan sürət isə V0-dır. V1-in də yerinə yazıram V0. Deməli, bu da oldu V0-ın kvadratı. Aha, buradan da V0-lar ixtisar gedəndə P2 bölək P1 nisbətinə 9 cavabını almış oluruq. Deməli, cavabımız da olur A variantı. Sonra, burada başqa sual yoxdursa, müəllimlər, o zaman keçirik C variantına. Yox, bunun C'si yoxdur, elə müəllimlər? Bunun C'si yoxdur. O zaman o birisi başlığa keçək. Temperatur, orta kvadratik kinetik enerji, orta kvadratik sürət, ideal qazın hal tənliyi. Bax, bunun B'si. Başlayaq B'sindən. Zəhmət olmasa yazın suallarınızı. Aha, B'də 3 yazılıb. B'də 3-ə baxaq. Deyir ki, verilmiş kütləli bir atomlu ideal qazı qızdırdıqda, aha, deməli, nə edirik? Temperaturunu artırırıq. Qaz atomlarının orta kinetik enerjisi 2 dəfə artdı. Qazın son temperaturu, yəni belə deyək də, T2-si 400-dürsə, onun başlanğıc temperaturunu artırın. Aha, burada necə tapırıq müəllimlər? Bax, qızdırdıqda deyirsə, deməli, temperatur artıb. Temperatur əvvəl nəymiş bilmirik. Artıb, son temperaturu 400 Kelvin olubdur. Amma burada bizə bir ipucu verir ki, deyir ki, orta kinetik enerji də 2 dəfə artıbdır. Orta kinetik enerjidə birbaşa temperaturla əlaqəli olan, temperaturla asılı olan bir kəmiyyətdir də. Kinetik enerji 2 dəfə artırsa, deməli, o zaman temperatur da 2 dəfə artıb 400 Kelvin olubdur. Deməli, o zaman qazın başlanğıc temperaturu nəymiş ki? 2 dəfə artıb 400 Kelvin olub. Deməli, 200 imiş ki, temperaturumuz 2 dəfə artıb 400 Kelvin olubdur. Sonra 11-ci sualımıza baxaq. Aha, 11-ci sualımız nədir? Deyir ki, temperaturun Celsius şkalasının Kelvin şkalasından asıllıq qrafikini müəyyən edin. Aha, deməli, müəllimlər, baxaq burada qrafiklərə. Görək hansı uyğun gəlir. Baxın, gəlin A variantına baxaq. Celsius şkalasından Kelvin şkalasının asıllıq qrafikini istəyir bizdən. Bax, burada görürsünüzmü? Deməli, dərəcə Celsius'nin mənfi 273 qiymətinə, belə deyək də, nə qədər Kelvinin nə qədər temperaturu uyğun gəlibdir? 273 Kelvin uyğun gəlibdir. Deməli, baxın, burada o zaman mənfi 273. 273 bizə son olaraq 0 temperaturunu veribdir. Çünki temperaturla dərəcə Celsius arasında necə əlaqə var idi? Böyük T bərabər idi, kiçik T üstə gələk 273. Bax, bu asıllıq bizə bax, bunu verir. A-da 12. A-da 12. Yaxşı, müəllimlər, indi hələ ki B-deyik. B-ni baxaq, sonra A-ya qayıdarıq. B-dən suallarınızı yazın. A-da 12 deyilib. Aha, yazın müəllimlər. Deməli, 17-ci sual. Baxaq 17-ci sualımıza. Nə deyir 17-ci sualda? Deyir ki, verilmiş kütləli ideal qaz üzərində gedən izotermik genişlənməyə uyğun qrafik hansıdır? Aha, bax, izotermik genişlənmə deyirsə, deməli, bu nə deməkdir? T sabitdir, genişlənmə deyirsə, deməli, V artır, düzdürmü? T sabitdir, V artırsa, P azalmalıdır. Çünki izotermik prosesin xüsusiyyəti budur. Məndən də istəyir ki, izotermik genişlənməyə uyğun qrafik P-rho asıllığını istəyir. Yəni, o zaman mən rho-nun düsturumu var idi. Rho bərabər idi PM bölünmüş RT. Bax, burada mən P-ni təyin elədim. Bax, T sabitdir, P isə azalıbdır. T sabit, P azalırsa, deməli, rho da azalır. Deməli, o zaman bizim qrafikimiz hansı olmalıdır? Həm P azalmalıdır, həm rho azalmalıdır. Bax, o da hansı qrafikə uyğun gəlir? A variantına. Həm P azalıbdır, həm rho azalıbdır. Sonra. Aysel müəllimə. Bəli. Burada 17-ci sualda P bərabərdir NKT düsturundan istifadə etsək olmaz. T sabitdir. Aha. V artırsa P azalır.
Ancaq E, orada rho-nu əlaqələndirə bilməmişdim mən. Onda bu Ay sağ düsturdan ol istifadə müəllimə. etməliyik, Bəli, düzdürmü? bəs elə düstur seçməliyik ki, müəllimə, o verilənləri biz orada işlədə bilib asıllığını qura bilək. Axı en konsentrasiya, yəni bizdə burada verilməyib də. Bax bu sıxlıq düsturunu bununla eləsəz daha rahat, daha tez görünür cavabı. Asıllığı daha tez görə bilirik. İlk Tapmaq olar. öncə Yəni burada verilmiş kütlələr deyirsə M sabitdir. Yəni molekulların sayı sabitdir. Rho-nu M ilə əlaqələndirib tapmaq olar V-yə görə. O bərabər M bölü V-dən. aha, tapmaq olar yenə deyirəm, amma əsas burada daha yaxşı görürük də belə deyim. Hə, düstur çoxdur, test sayı da çox idi. Ona görə elə beynimiz qarışıbdı yəqin ola bilər. Aha. Amma molekulyar kinetik nəzəriyyənin metod testləri rahat işlənir. Yəni elə çətin deyil. Burada müəllimə bu məsələn PV bölü T kəmiyyəti sabit kəmiyyətlərdir. Məsələn ona Bəli. bir vahid baxıb lap rahat onlardan da tapmaq olur. Bəli, PV bəli. bərabər 1-ə bərabər kimi götürüb belə məsələlər tez həll etmək mümkün olur. Hə, bu PV bölək T-də PV bərabərdir nöqtə T-dir də, yəni əslində oradan gələn bir şeydir. Yəni PV bölək T, bəli. Məsələn, bax bu müəllim PV bölək T bərabər konstant asıllığını indi burada yəqin qrafiklərdə görmüsünüz. Məsələn, tangens alfa ilə kotangens alfa ilə bax bu PV bölək T asıllığından istifadə edib orada bucaqla əlaqələndirib testləri daha rahat işləmək olur. Bu PV bölək T bərabər konstant. Məsələn, bəzən orada T-ni sabit verir, P ilə V-nin əlaqəsinə bucağa gətirmək, bəzən P-ni sabit verir, V ilə T-nin əlaqəsinə ya tangensə, ya kotangensə gəlir. Məsələn, ona uyğun qiymətləri müqayisə edirik. Bucaqla asıllıq qrup. Aha, qırmızı ilə yazdım ya baş üstə. Sonra müəllimlər, burada yoxdursa, A-da 12-ci sual deyilib. Müəllimə, bir dənə o 20-də o N-lə olan var. Onda o konsentrasiya onu nəzərə alacağıq da. P bərabər N, RKT-də. Bu 20-ci sual deyirsiniz müəllimə burada. Bəli. Aha, burada qoy bir dənə oxum görüm nə deyir? Verilmiş kütləli bir atomlu ideal qaz üçün konsentrasiyanın təzyiqdən asıllıq qrafiki verilibdir. Aha, qaz atomlarının orta kinetik enerjisinin sıxlıqdan asıllıq qrafiki. Baxın müəllimə, burada baxırıq ki, N artır, P artır. Bəli, P bərabər NKT düsturuna görə N də artır, P də artırsa, deməli nədir burada? T sabit olub ki, P ilə N düz asılı olub da, düzdürmü? Deməli, T də sabitdirsə, bizdən kinetik enerjinin asıllığını istəyir. T sabit olan yerdə, deməli, avtomatik tapırıq ki, kinetik enerji də sabitdir. Deməli, kinetik enerji sabit, P artır. Cavabımız olur B variantı. Baxın, bizə əsas buradan lazım idi. T-nin necə asılı olub olmadığını tapaq, daha doğrusu dəyişib dəyişmədiyini tapaq və ona uyğun da kinetik enerjini əlaqələndirdik. P-ni də ki, onsuz da qrafikdə verib ki, artır. Deməli, kinetik enerji sabit, təzyiq artır. Qrafikimiz olur B variantı. Sonra 24-cü, siz sağ olun. Sonra 24-cü sualımız deyilibdir. Baxaq 24-də. 24-də nə deyilir? Deyir ki, qablarda olan su molekullarının orta kinetik enerjiləri arasında hansı münasibət doğrudur? Kinetik enerjilər müəllimlər birbaşa temperaturla əlaqəli olan kəmiyyətdir. Yəni burada da baxın bizə temperaturları verilibdir. Temperaturlar verilibsə, baxıram ki, bax birincinin temperaturu ilə ikincinin temperaturu bir-birinə bərabərdir. Üçüncünün temperaturu isə bunlardan böyükdür, düzdürmü? Deməli, kinetik enerjinin düsturu nə idi? 2/3 KT idi. Yəni 2/3 sabit ədəd K-Boltzmann sabiti. Deməli, kinetik birbaşa temperaturdan asılıdır. Deməli, o zaman nə yaza bilərəm? Yazaram ki, Y kinetik 1 bərabərdir Y kinetik 2-yə. Deməli, o da kiçikdir Y kinetik 3-dən. Niyə kiçik oldu? Çünki kinetik üçüncünün temperaturu böyük olduğu üçün üçüncünün kinetik enerjisi də böyük olur. Sonra 29-cu sualımıza baxaq. Aha. 29-cu sualımızda nə deyilir? Deyilir ki, sabit kütləli ideal qaz bir halından iki halına keçdikdə qaz molekullarının orta kvadratik sürəti necə dəyişər? Aha, düsturumuz necə idi müəllimlər? Orta kvadratik sürətin P ilə V ilə əlaqəli düsturu var idi. Kökün altında 3 PV bölünmüş böyük cəm idi, molyar kütlə. Aha, deyir ki, indi orta kvadratik sürət necə azalır? Baxıram ki, bax müəllimlər. Burada kiçik M olaraq kiçik kütlə Kiçik M güclü idi. olar. Hə, kiçik olar, kiçik M olar. Bana RT-də olur. Hə, olar, kiçik M olar. Yaxşı. Deməli 3 PV bölək M. Deməli baxırıq ki, orta kvadratik sürət həm P-dən, həm də V-dən kökaltı düz asılıdır. Bax 1-dən 2-yə keçəndə nə baş verir? 1-dən 2-yə keçəndə baxıram ki, təzyiqimdə 3 dəfə azalıbdır.
1-dən 2-yə keçəndə həcmimiz də 3 dəfə azalıbdır, düzdürmü? Deməli, orta kvadratik sürət həm təzyiqə görə 3 dəfə azalacaqdır, kök altında 3 dəfə, həm də həcmə görə 3 dəfə azalacaqdır. Deməli, bax, bu 3 dəfə azaldı, bu da 3 dəfə azaldı. Nəticədə kökün altı belə deyəndə 9 dəfə azalırsa, deməli, bu orta kvadratik sürət 9-dan nə çıxır kök? Deməli, nəticədə orta kvadratik sürət 3 dəfə azalacaqdır. Aydın oldu? Baxın, yəni hər birinin, məsələn, bax 1-dən 2-yə gəldi. Müqayisə eləyin, baxın görün necə dəyişibdir. Yəni düzdür, burada belə deyim də, V1-in V2-yə olan nisbəti bərabərdir. Kök altda P1-in V1-in P2-nin V2-yə olan nisbəti kimi də yaza bilərsiniz. Elə birbaşa bax buradan üstündəcə oxlarla göstərin. Bu daha asan, tez yazılır da, yəni cavab tez çıxır. V3 dəfə azalır, P3 dəfə azalır. Nəticədə kökün altı 9 dəfə azalır. Kökün altı 9-dan da neçə çıxır? 3 dəfə. Deməli, nəticədə orta kvadratik sürət 3 dəfə azalmış olur. Deməli, cavabımız olur 3 dəfə azalar B variantı. Sonra 35-ci sualımıza baxaq. Kimdə mikrofon açıqdırsa, zəhmət olmasa bağlasın mikrofonu. Aha, verilmiş kütləli 35-ci sualımıza baxırıq. Verilmiş kütləli ideal qazın konsentrasiyasının mütləq temperaturdan asılılıq qrafiki verilib. Bu prosesdə, müəllimlər, ən sabit olanda bu hansı proses olur? İzoxor prosesi, V Ay, də sağ ol. sabit olur. Dedik ki, izoxor prosesdə V-dən başqa iki kəmiyyət də sabit qalırdı. Biri konsentrasiya idi, biri də sıxlıq idi. Deməli, burada N-in mənə sabitliyini göstərir. N sabitdir, T artır. Deməli, bu izoxor prosesi, düzdürmü? İzoxor prosesdə T artır. T artırsa, axı izoxor prosesdə T ilə P düz asılı idi. Deməli, nəticədə P də artır, düzdürmü? Deməli, o zaman gəlin baxaq, axtaraq görək bu tapdıqlarımızdan hansı var? Qazın təzyiqi artır. Aha, baxın deyək. Cavab D variantı. Qazın təzyiqi artır. Deməli, N sabitdirsə V sabitdir. V sabit olanda T artırsa P də artır. Deməli, bax, P artır. Cavabımızı tapmış olduq. Sonra 35-ci sualdan sonra müəllimlər. Var başqa sual? Burada B-də. 38-ə baxardıq da müəllimə birdən. Baxarıq. Aha, 38-ci sualımızda nə deyir? Deyilir ki, verilmiş kütləli ideal qaz üzərində aparılmış dairəvi proses göstərilmişdir. Yəni, qapalı proses. Qrafikin deyir, hansı hissəsində qazın sıxlığı dəyişmir? Qazın sıxlığı dəyişmir. Aha, qazın sıxlığı nə zaman dəyişmir? Gəlin bir baxaq. Bax, AB prosesinə baxaq. Elə birinci AB-dir. AB prosesinə baxaq. AB prosesində P artıb, T artıb. Sıxlığın düsturu var idi. Rho bərabər idi. PM bölək RT. Bax, müəllimlər, bu düsturu çox istifadə olunan düsturdur. Bunu yadınıza saxlayın. Rho bərabərdir. PM bölək RT. Yəni, sıxlığın iki düsturu var da. Biri rho bərabər M bölək V-dir. Daha çox istifadə elədiyimiz. Bir də rho bərabərdir bu asıllıqlarda. Yəni, hansı kəmiyyət necə dəyişir. Bir də rho bərabər PM bölək RT. Bu iki düstur ikisi də çox istifadə olunur. Ona görə ikisində yad. Bilirəm ki, rho bərabər M bölək V yadda qalır. Bir dənə də bu düsturu yadınıza saxlayın. Yəni, bu rahat düsturdur. Deməli, rho bərabər PM bölək RT-dir. Baxıram ki, AB qrafikində həm P artıbdır, həm T artıbdır. Deməli, P də artır, T də artırsa, deməli, rho sabitdir. Aha, deməli, AB prosesində qazın sıxlığının sabitliyini gördük buradan, düsturdan. Deməli, AB prosesi, prosesimizin biri oldu AB prosesi. İndi gəlin baxaq, o birisi proses, elə düz mütənasiblərə baxaq. Bax, CD prosesində, AB-də elə sıxlıq sabitdirsə, müəllimlər, CD-də də sabit olacaqdır. CD-də də P azalır, T azalır. Yenə P azalır, T azalırsa, deməli, rho da azalacaq. Deməli, proseslərimiz oldu hansı? AB prosesi və CD prosesi. Çünki düz mütənasibdir P ilə T hər ikisində. Birində sadəcə olaraq hər iki kəmiyyət artır, CD prosesində isə hər iki kəmiyyət azalır. Nəticədə yenə də sıxlıq dəyişmir. Deməli, oldu AB və CD prosesləri. Sonra müəllimlər, başqa? Burada var sual, yoxsa keçək C-yə? Müəllimə 44-ə baxardıq zəhmət olmasa. Aha, baxaq müəllimə. Zəhmət deyil. Aha, 44-cü sualımıza baxaq. Nə deyir 44-cü sualımızda? Deyir ki, PV diaqramının hansı nöqtəsinə verilmiş kütləli ideal qazın ən böyük temperaturu uyğundur? Aha, baxaq görək müəllimlər. Burada PV diaqramı verilib, düzdürmü? PV diaqramında, bax, PV bərabərdir. Nü, R, T düsturuna görə.
Newton düsturuna görə. Deyir ki, ən böyük temperatur uyğundur. Temperaturun ən böyük olması üçün belə deyim də, P də böyük olmalıdır, V də böyük olmalıdır. Düzdür? P-nin də V-nin də ən böyük olduğu qiymət hansı qiymətdir? Baxın burada 3 nöqtəsidir. Bax 3 nöqtəsində həm P-nin ən böyük qiymətidir, həm V-nin ən böyük qiymətidir. Bax T-nin böyük olması üçün bax P də böyük olmalıdır, V də böyük olmalıdır. Deməli bu 3 nöqtəsi hər iki kəmiyyətin böyük qiymətinə uyğun gəlir. Deməli o zaman cavabımız olur C variantı. Sonra burada var başqa sualımız? Yoxdursa, o zaman müəllimlər C-dən yazın, zəhmət olmasa suallarınızı. Aha, C-dən başlayaq. Yazın görək C-ni. Hə, 47-ci sualımız deyilib. Yaxşı, baxaq 47-yə. Aha, 47-ci sualda nə deyilir? Sabit temperaturda ideal qazın bir halından iki halına keçməsi üçün. Aha, bax, bir halı buradır, iki halı buradır. Deməli, oxun işarəsi də bu istiqamətdədir. Deməli, sabit temperaturda ideal qazın bir halından iki halına keçməsi üçün onun kütləsini necə dəyişmək lazımdır? Aha, bizdən kütlə istəyir. Yenə gəlin tənliyimizi yazaq. PV nəyə bərabərdir? M bölünmüş M R-T-yə. Müəllimlər, baxıram ki, bax, burada P sabitdir, düzdür. P sabitdir. Sonra nə olubdur? V baxıram ki, 3-dən 9-a 3 dəfə artıbdır. V 3 dəfə artıbdır. Bunu burada göstərirəm özüm üçün. Sonra baxıram ki, mənə nə deyir? Sabit temperatur. Aha, temperatur da sabitdir, R də sabitdir, molyar kütlə sabitdir. Deməli, bir dənə M nədən asılıdır? Yəni, M-in asılı olduğu kəmiyyət burada hal-hazırda V-dir. Deməli, 1-dən 2 prosesinə keçəndə V 3 dəfə artırsa, o zaman kütlə də 3 dəfə artmalıdır da, düzdürmü? Deməli, o zaman cavabımız olur Y variantı. Bax, bu PV bərabər M bölək M evraq RT tənliyindən bir çox kəmiyyəti təyin eləmək olur. Bax, burada daxil olan kəmiyyətlərin hamısını təyin eləmək olur. Bir dənə bunu yazsaz, asıllığı qursaz, cavab çıxır. Sonra 50-ci sualımıza baxaq. 50-ci sualda nə? Aysel müəllimə. Bəli. Bəli, mənim Aysel işləyim. müəllimə. Bəli, Məndə 10-cu sinif var, demin 10-cu sinifi. Desəm siz orada çəkib bilmirəm deyə bilərsinizmi? Çəkib göstərə bilmirəm, amma belə deyə bilərəm ki, P-nin T-dən asıllıq qrafikidir və P sabitdir. 1, 3, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bizdə burada qazın həcminin dəyişməsi harda ən kiçikdir? Təxmini siz çəkin. P-nin T-dən asıllıq qrafikidir. Aha. Deməli, 1-dən 2-yə P sabitdir. 1-dən 2-yə belə P sabit. Aha, 1-2 prosesi. Aha. Elə bir mütənasiblik kimi xətt çəkin elə. 3-dən 4-ə, 5-dən 6-ya, 7-dən 8-ə, 0-a yaxın olanıdır. Elə yox, Aysel müəllimə. Hamısı sabitdir. Onda belə eləyəkmi müəllimə? Mən burada vaxtımız gedir. Siz onu çəkin, atın mənə. Dərsdən sonra mən baxım, izahını sizə verim. Şəxsdən atın mənə. Çünki belə vaxtımız gedir. Hə. Siz çəkin atın, daha dəqiq olsun da. Belə mən indi onu təsəvvür edib çəkənə kimi gecə olur. Yaxşı. Hə, çəkib atarsınız. Hə, çəkib atarsınız, dərsdən sonra baxarım. Sonra deyilib 50-ci sual. Hə, şəxsiyyatın mən dərsdən sonra baxıb sizə deyərəm. Aha, nə deyir? 50-ci sual, siz sağ olun. 50-ci sualda nə deyilir? Suya deyir Fahrenheit və Celsius şkalalı, aha, 2 termometr salınıb. İstilik tarazlıq halında Fahrenheit şkalası üzrə termometrin göstəricisi Celsius şkalası üzrə göstəricidən 3,8 dəfə çoxdur. Deyir, suyun temperaturunu hesablayın. Aha, birinci ilk öncə gəlin bunu yazaq. Fahrenheit verilənlərimizi yazaq. Deyir ki, Fahrenheit üzrə termometrin göstəricisi, yəni T Fahrenheit bərabərdir. Celsiusdən 3,8 dəfə çoxdur. Yazdım T dərəcə Celsius ilə. Aha, sonra indi bizə nə deyir? Suyun temperaturunu deyir, dərəcə Celsius ilə hesablayın. Aha, gəl müəllimlər, burada T Fahrenheitin düsturunu yazaq da, dərəcə Celsius ilə əlaqəli olan düstur nəyə bərabər idi? 5-də 9 T dərəcə Celsius üzərinə gəlinsin 32. Fahrenheitdən Celsiyə keçid düsturumuz buydu da, düzdürmü? Burada da T Fahrenheiti gəlin əvəz edək. T Fahrenheit nəyə bərabərdir? 3,8 T dərəcə Celsius bərabərdir. Bu 5-də 9-u da elə bölsək, 1,8 olurmu? 1,8 T dərəcə Celsius üstə gələk 32. Deməli, buradan da 3,8-dən 1,8 çıxdıq. Nə qalır? 2 T dərəcə Celsius bərabər 32. T dərəcə Celsiusimizdə 32-ni 2-yə bölürük, bərabər olur 16 dərəcəyə. Bizə nəyə deyirdilər? Suyun temperaturunu deyir, dərəcə Celsius ilə ifadə edin. Aha, ifadə elədik, 16-ya bərabərdir. İfadə ilk öncə bax, verilən, bir dənə ipucu verilən bizə budur ki,
Fahrenheit şkalası Celsius şkalasından 3.8 dəfə çoxdur. Bax bunu qeyd elədikmi? Sonra bizə əlimizdə başqa heç bir şey yoxdur. Ancaq düsturu yazıb düsturda ifadə eləmək lazımdır. Fahrenheit ilə dərəcə Celsius arasında sadəcə olaraq burada yəni T Fahrenheit bərabər 5-9 T dərəcə üstə gələk 32 düsturundan yazmaq daha rahatdır. Bundan yazın cavab çıxır 16 dərəcə Celsius. Sonra Müəllimə, bir 51-ə də baxın. baxıram. 51-ci sual. Nə deyir? Deyir ki, uyğunluqdur. Uyğunluğu müəyyən edin. VT koordinat sistemində deyir, verilmiş kütləli bir atomlu qazın ideal halının dəyişməsi təsvir olunubdur. 1, 2, 2, 3, 3, 1. Keçidlərdə bir-bir baxaq görək nələr dəyişir, nələr sabit qalır. Aha, ilk öncə gəlin baxaq, bax 1, 2 prosesinə. 1-2 prosesində nə baş verib müəllimlər? V də artıb, T də artıb. V artıb, T artıbsa, deməli, T artırsa, məsələn, bizə baxaq görək bir də nə verilib? Konsentrasiya, bir də kinetik enerji. T artırsa, deməli, kinetik enerji artır. Aha, baxın görək, kinetik enerjinin artdığı hansı variantda var? Aha, orta kinetik enerji artır. Deməli, bax, 1-2 prosesində dedik, nəyə görə kinetik enerji artır? Çünki temperatur artır. Baxın, 1-dən 2-yə keçəndə temperatur artır. Temperatur artırsa kinetik enerji artır. 1-ə getdisi. Sonra 2-3 prosesinə baxaq. 2-3 prosesində, aha bax 2-3 prosesi budur. 2-3 prosesində nə baş verir? Temperatur sabitdir, həcm azalır. Temperatur sabitdirsə, deməli kinetik enerji nə olur? Sabit qalır. Bax, kinetik enerjinin sabit qaldığı variant Y variantıdır. Sonra bir də baxaq görək konsentrasiya ilə bağlı bir şey olurmu? Aha, konsentrasiyaya baxaq. T sabitdir və azalırsa, deməli o zaman nə olur müəllimlər? V azalırsa konsentrasiya artır, düzdürmü? O zaman bax ikinci həm də A-nı əlavə eləyə bilərik. Sonra indi 3-1 prosesinə baxaq. Gəlin bu birisləri silim. İndi baxaq 3-1 prosesinə. 3-1 prosesində nə baş verir? Temperatur azalır. İlk öncə bunu görürəm ki, temperatur azalır. Temperatur azalırsa, deməli kinetik enerji azalır. Deməli ilk öncə bura yazdım ki, kinetik enerji azaldı. İndi gəlin baxaq görək konsentrasiya ilə bağlı nə baş verir? Aha, 2-3 prosesində həcm sabitdirsə, deməli konsentrasiya da sabit olur da müəllimlər, düzdürmü? Çünki biz nə demişdik? Demişdik ki, izoxor prosesdə, bax 1-3 prosesi izoxor prosesdir. Niyə? Çünki baxın sabit xətt göstərilib burada. Deməli, izoxor prosesdə V-dən başqa 2 kəmiyyətimiz də sabit qalırdı. Onlardan biri konsentrasiya idi, biri də sıxlıq idi. Deməli, mənə də burada sıxlıq yox, konsentrasiyanı müqayisə eləmək vardı. Ona görə deyə bilərəm ki, deməli, 3-1 prosesində eyni zamanda konsentrasiya nə edir? Sabit qalır. V-nin sabit olduğuna görə. Sonra, burada əgər sualımız qalmadısa, müəllimlər, o zaman C-yə keçək. C-də 4 yazılıb. Yəqin ki, bu C-nin 4-cüsüdür. Aha, C-də 4-ə baxaq. C-də 4-də nə deyilir? Deyilir ki, aha, faiz məsələsi. Belə deyim. 4-də deyilir ki, verilmiş kütləli ideal qazın mütləq temperaturunu 60% artırıb, həcmini 60% azaltsaq onun təzyiqi necə dəyişir? İlk öncə gəlin yazaq təzyiq, belə deyim də, yəni tənliyimizi PV bərabərdir, nÜ/T. Buradan gəlin P-ni ifadə edək. P nəyə bərabərdir? nÜ/T bölünmüş V-yə bərabər. Düzdürmü? İndi gəlin baxaq görək, nəyə artırmışıq, nəyə azaltmışıq? P T-dən düz asılıdır, V-dən tərs asılıdır. Temperaturu 60% artırıramsa, temperaturu 60% artırıramsa, müəllimlər, 60% artma 1.6 dəfə artma deməkdir. Aha, deməli, temperatur 1.6 dəfə artdı. İndi baxıram, həcm nə olur? Həcm isə 60% azalıb. Həcmin 60% azalmağı nə deməkdir? Yəni 100 idi, 60% azaldı, oldu 40, düzdür? Belə deyim də, 100-dən düşdü 40-a. Nə qədər azaldı? 60% azalıbsa müəllimlər neçə dəfə azaldı? 100-dən 40-a düşdüsə 2.5 dəfə azaldı da, düzdürmü? Aha, deməli bax, həcm 2.5 dəfə də azaldı. İndi gəlin baxaq görək. Bax, axı P T-dən düz asılıdır. T 1.6 dəfə artanda təzyiq 1.6 dəfə artmış olur, düzdür? Amma təzyiq, həcm 2.5 dəfə azalanda P V ilə tərs asılı olduğu üçün G bir də V-nin hesabına 2.5 dəfə də artacaqdır. Deməli o zaman 1.6 vuraq 2.5-dən. Elə bil ki, təzyiq həm temperaturun hesabına 1.6 dəfə artdı, həm də həcmin 2.5 dəfə azalmağının hesabına 2.5 dəfə artdı. Deməli o zaman nə qədər olur? 1.6-nı 2.5-ə vursaq, nə qədər artmış olur müəllimlər? 4 dəfə artmış olur, 4 dəfə artır. 4 dəfə artmış olur. Bax müəllimlər, bunu belə deyim, yenə deyim, asıllıq qrup da yaza bilərsiniz. Amma ən rahatı budur. Baxın, üstündə göstərin oxlarını. 0.4 də yazmaq olardı. Yəni yeni şey alınmışdı. Mən 0.4 dedim orada. Yəni 0.6-nı çıxanda 0.4 V qalırdı. 1.6-da 0.4 döndü, yeni bir şeydir. Bəli.
Olar müəllim, olar. Yəni necə istəsək olar. Yəni bu riyazi yoldur da. İndi hansıyla istəsəz, hansı formada desək düz alınır. Deməli, bu da oldu belə. 4-cü suala baxdıq. Sonra test C-də 9 deyilib. Aha. Baxaq 9-cu sualımıza. Aha. Müəlliməm, xahiş edirəm, mikrofonu bağlayın. Kim nə hansı testdə yazmaq istəyirsə, yazsın chat bölümünə, oradan baxıram onsuz da. Aha, gəlin bir-bir müəllimlər. Burada ancaq bir-bir belə deyək də analiz eləmək lazımdır. Gəlin baxaq ilk öncə. Deyir ki, bax ilk öncə AB prosesinə baxıram. AB prosesində P artıb, T artıb. P artıb, T artıbsa, deməli məndən istəyir konsentrasiya ilə temperatur arasında əlaqə qurum. P artıb, T artıbsa, P bərabər NKT düsturuna görə, bax T də artıb, P də artıb. Deməli o zaman bu N sabit imiş, düzdürmü? Deməli AB prosesində N sabit olmalıdır, T də artmalıdır. Bax deməli baxaq. AB-də N sabit, T artır. A-da var, B-də var, C-də var, bir də Y-də var, düzdürmü? 4 qrafikin arasında qalmışıq. İndi gəlin BC-yə baxaq. BC-də nə deyir? Temperatur sabitdir, temperatur sabitdir. Təzyiq artır, temperatur sabitdir. Təzyiq artırsa, o zaman nə baş verir? Təzyiq, temperatur artırsa, temperatur sabitdir, təzyiq artırsa, deməli konsentrasiya da artır, düzdür? Aha, deməli BC prosesində T sabit olmalıdır, N artmalıdır. T sabit, N artır. Deməli B-də var. Sonra B-də var, bir də hansında var? Bir də Y-də var, düzdür? Aha, deməli bu birisləri çıxdıq. 2 qrafikin arasında qaldıq. İndi gəlin də onu da baxaq. 3-cü qrafikdən artıq aydın olacaq. 3-cü qrafikdə isə deyir ki, təzyiq sabitdir, temperatur artır. Təzyiq sabitdir, temperatur artır. Temperaturun artdığını bildik. Təzyiq sabitdir, temperatur artırsa, deməli o zaman nə olur müəllimlər? Konsentrasiya azalmış olur, düzdürmü? Konsentrasiya azalacaq, temperatur artacaq. Yəni N-lə T tərs mütənasib asılı olacaq. CD prosesinin tərs mütənasib asıllığı bax B-dədir. CD-də düz mütənasibdir. Deməli cavabımız olur hansı variant? B variantı. Və burada belə 3 dənə, 2 dənə belə qrafiklər veriləndə sadəcə bir-bir analiz edib uyğunlaşdırmaq lazımdır. Yəni başqa düsturları yazmaqla və yaxud da ki, ümumi asıllıqları yada salmaqla yəni analiz edib yazmaq lazımdır. Sonra 10-cu suala baxaq. Baxaq 10-cu sualımıza. Nə deyir 10-cu sualda? Verilmiş kütləli verilmiş kütləli ideal qazın konsentrasiyasının təzyiqdən asıllıq qrafiki verilib. Aha, təzyiqin temperaturdan asıllığını istəyir. 1-2 prosesinə baxıram. 1-2 prosesində nə baş verir müəllimlər? 1-2 prosesində N də artır, P də artır. N artır, P artırsa P bərabər NKT-yə görə deməli T sabitdir. T sabitdir, P artır. Gəlin baxaq görək. T sabitdir, P artır. Bax B-də var. 1-2-də T sabitdir, P artır. C-də var. Bir də yoxdur. Ancaq B, C variantlarında var. Sonra indi baxaq gəlin 2 ilə 3 prosesinə. 2-3 prosesində nədir? P sabitdir, N artır. P sabitdir, N artırsa, deməli o zaman nə baş verir? P sabitdir, N artır. Aha, P sabitdir, N artırsa, deməli o zaman T azalır, düzdür? Deməli, o P sabitdir, N azalır. T azalır. Hansı qrafikdədir müəllimlər bu? Bu da C variantındadır. Baxın, B variantında T artır. Amma bizə deməli T-nin azaldığı qrafik lazımdır. Deməli o zaman da olur variantımız C variantı. Sonra 10-cu sualdan sonra deyilib 14. Baxaq 14-cü sualımıza. 14-cü sual hardadır? Baxaq. Aha, nə deyilir? Sabit kütləli. Aha. İdeal qaz bir halından 2 halına keçib. Bax, buradan bir halından 2 halına keçib. Deyil, sıxlıq necə dəyişir? Aha, bax, sabit kütləli deyirsə müəllimlər, sıxlıq deyirsə, rho bərabərdir M bölək V düsturu. M sabitdir, rho ilə V tərs asılıdır. Yəni, biz burada V-yə baxacaq. Baxırıq ki, bax, bir halından 2 halına keçəndə həcm neçə dəfə azalıbdır? 0.5-dən 0.1-ə düşübdür, düzdürmü? Deməli, 5 dəfə azalıbdır. Həcm 5 dəfə azalırsa, deməli, ona uyğun olaraq sıxlıq nə olmalıdır? 5 dəfə artmalıdır da. Sabit kütləli deyirsə, rho bərabər M bölək V düsturu. Yox, əgər burada temperatur da olsaydı, təzyiq də olsaydı, o zaman rho bərabərdir. PM bölək RT düsturundan istifadə edirik. Aha. Sonra 14-dən sonra deyilib 18. Baxaq 18-ci sualımıza. Aha, 18-ci suala baxaq. İçərisində 8 vuraq 10 üstü 5 paskal təzyiqdə ideal qaz olan balonla
qazın 1/4 hissəsi kənara buraxılıb. Temperatur sabit qalırsa, qabda qalan qazın təzyiqini hesablayın. Aha, deməli müəllimlər, bax yenə PV bərabərdir. Mən bu haqqda səhv etmirəmsə PDF-də demişdim. M bölünmüş M RT düsturuna görə. Bax, bu qabdırsa, deməli qabda nədir? Həcm sabitdir. Temperatur zaten özü mənə deyir ki, temperatur sabitdir. Deməli mən təzyiqlə kütləni əlaqələndirməliyəm də, düzdürmü? 1/4 hissəsi kənara buraxılıbsa, bunun kütləsi azalır. Kütləsi azalıbsa, deməli təzyiqi də azalır. İndi 8 vuraq 10 üstü 5-dir. 1/4 hissəsini buraxıblar. 8-in 1/4 hissəsini tapsaq nə qədər olur? 8-in 1/4 2 olur da, düzdürmü? İkisi kənara buraxılıbdırsa, qabda qalanı istəyir. 8 idi, ikisi çıxdı. 8-dən ikisini çıxıram. Deməli, qabda qalan təzyiqimiz nə qədər olub? 6 vurulsun, indi 10 üstü 5-ini də yazaq da burada. 6 vuraq 10 üstü 5 Paskal. Aydın oldu mu? Bax, hissə verilibdirsə, hissəsini tapın. Deyir ki, 1/4 hissəsi kənara buraxılıbdır. 8-in 1/4 nə qədər olur? 2. Deməli, 2 vuraq 10 üstü 5 Paskal qabdan çıxarılıbdır. Deməli, o zaman nə edirəm? Ümumi olan təzyiqdən çıxanı, yəni qabdan kənara çıxanı çıxıram, qabda qalan təzyiqini tapıram. Yəni 8-dən 2-ni çıxacam, qabda olan təzyiqin qiyməti olacaq 6 vuraq 10 üstü 5 Paskal. Sonra 18-dən sonra baxaq 21-ci sualımıza. 21-ci sualımıza. Aha, nə deyilir 21-ci sualda? Deyilir ki, qaz molekullarının orta kvadratik sürətinin mütləq temperaturdan asıllıq qrafiklərinə əsasən molyar kütlələr arasında hansı asıllıq var, hansı münasibət doğrudur? Gəlin, baxaq. Deməli, V ilə T verilib, deməlilər, qrafik olaraq və bizdən molyar kütləni istəyir. Molyar kütlənin düsturu var idi. Molyar kütlənin düsturu necə? Məsələn, V bərabər idi, kök altda 3RT, belə M düsturumuz var idi də, düzdürmü bizim? Buradan biz M-i tapsaq, M nəyə bərabər olar? Kökün altı 3RT bölünmüş V-nin kvadratı, düzdür? V-ni də kvadrata yüksəltdim. Deməli, belə çıxır ki, buradan V ilə T-nin asıllığını quraq. V sabitdir, düzdürmü? Məsələn, tutaq ki, V-nin sabitdir, daha doğrusu sabit deyil. Özümüz buradan bir V təsəvvür eləyək ki, V-nin sabitdir. V-nin sabitliyini götürsək, M ilə T-ni müqayisə eləyək. Deməli, onda nə olacaq müəllimlər? T-nin böyük qiymətinə, M-in də böyük qiyməti uyğun gələcək. Bax, V-nin sabit qiymətində hansının T-si çoxdur? Bax, birinci molyar kütlənin bunun T-si çoxdur, sonra ikinci, sonra üçüncü. Deməli, buna uyğun olaraq nə yaza bilərəm? Yaza bilərəm ki, M1 böyük M2 böyük M3. Və asıllığı qurduq. Ya məsələ fərqi yoxdur. T-ni də özünüz üçün sabit qəbul edib M ilə V arasında münasibət qura bilərsiniz. Yəni biz iki kəmiyyəti müqayisə etmək üçün düsturda mütləq digər kəmiyyətlər sabit qalmalıdır, düzdürmü? Ona görə də birini özümüz sabit qəbul edib digər ikisi arasında əlaqə qura bilərik. Deməli o zaman M1 böyük M2, o da böyük M3 olur. Sonra 25-ci sual deyilib. 20-yə baxdıq müəllimlər. Yox, 20 də deyilmişdi. Aha, 20-yə baxaq. Deyir ki, verilmiş kütləli ideal qaz üzərində qapalı proses aparılıb. Aha, verilən nöqtələrdə qaz molekullarının orta kvadratik sürətləri arasında hansı münasibət doğrudur? Aha, baxın, gəlin müəllimlər, bir-bir baxaq. Deməli, məsələn, 2 ilə 3 əyrisinə baxaq, birinci. 2-3 əyrisi, çünki mənim bu diqqətimi cəlb edir ki, 2-3 əgər belə tərs mütənasibdirsə, deməli, burada nədir? İzotermik prosesdir də. İzotermik prosesdir ki, P ilə V tərs asılı olubdur. Deməli, izotermik prosesi olanda, əgər T sabitdirsə, burada sürətlər bərabər qalacaqdır. Deməli, o zaman nə yaza bilərik? V3 bərabər V2 yaza bilərik də. İzotermik proses olduğu üçün, T sabit olduğu üçün. İndi gəlin 2 ilə 1-i müqayisə edək. Məsələn, 2 ilə 1-ə baxsaq, 1-2 prosesində isə, deməli, bax, V sabitdir, P artıbdır. V sabitdir, P artırsa, deməli, T də artır. Deməli, yəni 1-dən 2-yə doğru getdikcə 2-nin sürəti 1-in sürətindən böyük olacaqdır. Çünki bax, 1-dən 2-yə getdikcə V sabitdir, P artır. V sabitdir, P artırsa, T də artır. Yəni, 1-dəki sürət 2-dəki sürətdən kiçik olacaq və yaxud da ki, 2-dəki sürət 1-dəki sürətdən böyük olacaqdır. Bax, bunu da T ilə əlaqələndirir müəllimlər. V-ni Y-kinetiki müqayisə edəndə həmişə T ilə əlaqələndirin. Baxın, görün, harada T sabitdir, harada T azalır, harada T artır. Kinetik enerji ilə sürət də T ilə düz mütənasib asılıdır. Yəni, temperaturun azaldığı yerdə sürət də azalır, kinetik enerji də. Sabit qaldığı yerlərdə də kinetik enerji də sabit qalır, sürət də sabit qalır. Sonra 23-cü sualımıza baxaq. 23 deyilib. Neçə dəqiqə? Hə, 23-cü sualımıza baxaq. 23-cü sualda nə deyilir? Deyir ki, Porsche'ni
0,5 D qədər aşağı sağa sürüşdürsək, aha sağa. Deməli, bura qədər idi. Bir 0,5 yarı qədər də bu tərəfə elə bir sürüşdürürük. Belə dartırıq, elə bir porşeni bu tərəfə sürüşdürürük sağa doğru. Deməli, silindirdəki verilmiş kütləli ideal qazın sıxlığı necə dəyişər? Sıxlığı müqayisə eləmək üçün belə deyim də müəllimlər. Biz nə etməliyik bunu? Həcmlə müqayisə eləməliyik də. Birinci halda gəlin, birinci halda baxaq. Birinci halda hələ ki bu porşeni qırağa itələməmişdən mən sağa sürüşdürməmişdən həcmimiz nəyə bərabər olar? S vuraq D qədərdir də. Bax, sahə vuraq. Bu hündürlük nə qədərdir? Bax, D qədərdir. Birinci halda həcmimiz bu qədərdir. İkinci halda həcmi tapsaq, bax, bunu mən bir 0,5 D qədər də bu tərəfə sürüşdürəndə, ümumi olaraq, bax, bura nə qədər olur? D 0,5-dir. Olurmu 1,5 D qədər? Deməli, nə oldu? Deməli, bizim həcmimiz 1,5 dəfə artdı. Həcm 1,5 dəfə artırsa, deməli, sıxlıq da ρ bərabər M bölünmüş V düsturuna görə V ilə tərs asılıdır. Sıxlıq əgər 1,5 dəfə artırsa, daha üzr istəyirəm, həcm 1,5 dəfə artırsa, sıxlıq ona uyğun olaraq 1,5 dəfə azalmalıdır. Aha, bu da oldu 23-cü sual. Sonra deyilib 25-ci sualımız. Baxaq 25-ci suala. Deyir ki, verilmiş kütləli ideal qazın sıxlığının mütləq temperaturdan asıllıq qrafikləri verilibdir. 1, 2, 2, 3 proseslərində qazda hansı dəyişiklik olur, hansı izoproseslər baş verir, onlara baxacağıq. Deməli, müəllimlər, ilk öncə gəlin baxaq. 1-2 prosesinə baxaq. 1-2 prosesində, bu prosesidir, düzdürmü? 1-2 prosesində ρ sabitdir. ρ sabitdirsə, deməli, hansı kəmiyyətim sabitdir? İzoxor V hacm. V sabitdir. Bax, burada V sabitdir. Deməli, bu izoxor prosesdir. T də artdığına görə olurmu izoxor qızma? Bax, V sabitdir, T artıb. Deməli, oldu izoxor qızma. Baxaq, izoxor qızma hansılarda var? 3 dənə variantımız da var. Gəlin, indi ikincisinə baxaq. İkinci proses isə 2-3 prosesidir. 2-3 prosesində nə baş verir? Rho ilə T-nin asıllığıdır. Düsturu yazıram. Rho bərabərdir. PM bölünmüş RT. Deməli, o zaman nə baş verir? Baxıram ki, müəllimlər, T azalır, ρ artır. T azalır, ρ artırsa, deməli, o zaman nə olubdur burada? P sabit qalıb ki, ρ artıb, T də azalıbdır. Deməli, izobar prosesdir. İndi izobar nədir bəs burada? İzobar sıxılmadır, düzdürmü? Niyə sıxılma olur, müəllimlər? Niyə sıxılma olur bəs? Sıxlıq artırsa, deməli, həcm azalır da, ona görə də izobar sıxılma. Deməli, cavabımız olur Y variantı. Aha. Deməli, ilk öncə izoxor qızdı, sonra izobar sıxıldı. Sonra 25-ci sualdan sonra baxaq 28-ci sualımıza. Görə 28-ci sualda nə deyilir? Aha, 28-ci sualımıza baxırıq. 2 qab kranlı nazik boru vasitəsilə birləşib. Aha, qabların birində qaz var, bax burada qaz var. Aha, o birisi isə boşdur. Bir kranı açdıqda qablarda qərarlaşan qazın təzyiqi nə qədər olar? Ümumi düsturumuz var idi, müəllimlər. P son nəyə bərabər idi? P1 V1 üstə gələk P2 V2 bölünmüş V1 plus V2. Bu düsturumuz var. Bu düsturu əsasən çox rahatlıqla tapa bilirik. Bax, birinci halda, bax bu hissədə də, yəni bu hissə boşdur. Burada bizim necə? 0 vur SH. Bəli, bu elə bu oldu 0. 4 SH. Bəli, bu birinci hissə boş. 4 SH. Aha, deməli 160 vurulsun da birbaşa yazıram. 160 vurulsun 4S bölünsün. Sahə, deməli həcm olanda necə yazırıq? Həcmlərdə uyğun olaraq yazırıq da SH. Yəni elə birbaşa yazıram, S ilə yazıram. 4S üstə gələk SS. S olurmu 5S? Yəni da artıq həcmlə əlaqələndirdim, yazdım. Aha, deməli o zaman nə olur? 160 S-lər ixtisar gedir, belə qalır da 160 vur 4 böl 5. 160-ı 5-ə böldük. Olurmu? 32 vur 4. Bu da olur 8, 4 dəfə də 3, 12. Müəllimlər, zəhmət olmasa mikrofonu bağlayaq, səs var. Aha, bu da olur 128 kilopaskal. Bu hazır düsturdur. Bax, bu düstur, görürsünüz, çox işimizə yarayır. Bu düsturdan biri də hündürlük üçün idi. Yadınıza gəlir, hidrostatik Arximed qanununda yazırdığı son hündürlük nəyə bərabər idi? H1S1 üstə gələk H2S2 üstə gələk S1 plus S2. Bax, bir növdə o düsturda, bu düsturda. Bax, bunlar belə son təzyiq, son hündürlük üçün Haşa vurulmalıdır. Deyil, həmən 4 SH, həcm isə haşa vurulmalıdır. Məxrəc düstur. Aha, bəli. V1 ilə yazırıq da, müəllim, S ilə H-la yazırıq. Bəli. Sonra 28-dən sonra burada başqa sual görmürəm müəllimlər mən. 28-də əgər
Yoxdursa 28-dən sonra bu axırıncı sual idi. O zaman keçək qaz qanunlarına. Qaz qanunlarının B-sindən zəhmət olmasa yazın suallarınızı. Əgər mənim diqqətimdən qaçan bəlkə ola bilər sual qalıbsa deyin B variantında. Yoxdursa keçək qaz qanunlarının B-sinə. Daha doğrusu C variantında. Aha. Deməli, baxaq B-yə baxaq. Hə. B-də deməli deyilib, ilk öncə 7-ci sualımıza baxaq. 7-ci sualımızda nə deyilir? Deyilir ki, sabit temperaturda. Aha, bunu bir qeyd eləyək özümüz üçün. İdeal qazın həcmi 50% azalıb. Təzyiq necə dəyişər? Deməli, müəllimlər, sabit temperatur deyirsə, həcm 50% azalıbsa, sabit temperaturda T sabitdirsə V azalırsa, P artmalıdır da, düzdür? Həcmin 50% azalmağı neçə dəfə azalmaq deməkdir? 50% azalma neçə dəfə azalmaq dəfə. deməkdir? 2 dəfə azalma İki dəfə. deməkdir də. Aha, bax həcm 2 dəfə azalırsa, həcm 2 dəfə azalırsa, bir dəqiqə burada bu həcm azalır. Aha, həcm 2 dəfə azalırsa, deməli təzyiq 2 dəfə artmalıdır. Bəs 2 dəfə artma neçə faiz artma deməkdir? 2 dəfə artma neçə faiz artma deməkdir müəllimlər? 100%. 100%, 100% artma deməkdir. 2 dəfə artma 100% artma deməkdir. Amma 2 dəfə azalma olanda görürsüz 50% azalma olur. Aha, sonra 8-ci, bir də 4 də deyilib. Baxaq 4-cü suala. Aha, 4-cü sualda nə deyilir? Sabit təzyiqdə. Bunu qeyd edirik. 47 dərəcə Selsidə ideal qazın həcmi 4 litrdir. Qazı 87 dərəcəyə qədər qızdırsaq, onun həcmi necə dəyişər? İlk öncə gəlin temperaturlarımızı Kelvinə keçək. Deməli, o zaman T1 temperaturumuz nə qədər olur? T1 47, üstə gələk 273. Bu nə qədər olur? Deməli, 300, nə qədər olur müəllimlər? 320 olurmu? Aha, 320. T2-miz nə qədər olur bəs? T2-miz də 273, üstə gələk 87 olur da. Bu da deməli 360 olurmu? 360. Aha, tapdıq. T1-imiz 320, T2-miz 360. Bizə nə deyir? Deməli, qazın həcmi 4 litrdir. Həcmi deyir necə dəyişər? Aha, necə əlaqə qurarıq müəllimlər burada? Deməli, sabit təzyiq deyirsə, T1-in T2-yə olan nisbəti bərabərdir. V1-in V2-yə olan nisbəti düzdürmü? Aha, T1-imiz nə qədərdir? 320. T2-miz nə qədərdir? 360. Deməli, ideal qazın həcmi deməli 4 litrdir. O zaman V1 halında həcmi necə dəyişir? Aha, birinci halda 4 litrdir, ikinci halda bilmirəm. Buradan deməli tapsaq V2 nəyə bərabər olur? V2 bərabər olur 36 vur 4 böl 32. 32-ni 4-ə böldük. Burada qaldı 8. 36-nı 8-ə böləndə nə qədər olur müəllimlər? 36-nı 8-ə böləndə 4 dəfə, 40-ın içində də 4, 8, 5 dəfə. Aha, ikinci halda həcmim oldu 4.5. Birinci halda nə qədər idi? Baxın 4 litr idi. Deyir, həcmi necə dəyişibdi? 4 idi, olub 4.5. Neçə litr artıb? Nə qədər artıb? 0.5 litr artıb da 4.5-dən çıxarıq 4-ü. Onlar nə qədər? 0.5 litr. Elə belə çıxmasaq da belə görürük ki, ilk birinci həcm V1 4 olubdu, V2 4.5. Deməli artıb 0.5 litr artıb. Deməli 4-cü sual. Sonra baxaq 8-ci sualımıza. Aha. Nə deyir 8-ci sualda? Deyir ki, bağlı qabda. Bağlı qab deyirsə nə sabitdir? Həcm. Həcm sabitdir. Qazın temperaturu 200 Kelvin artanda təzyiqi 50% artdı. Qazın ilk temperaturu nə qədər idi? Gəlin yazaq bu deyilənlərimizi. T2 bərabərdir T1 üstə gələk 200. Təzyiq 50% artıb. 50% artma neçə dəfə artma deməkdir? Yəni 1,5 dəfə artıb, düzdür? P2 bərabər 1,5 P1. Aha, asıllıq quraq. V sabit olanda T ilə P necə asılıdır? T1-in T2-yə olan nisbəti bərabərdir. V1-in, üzr istəyirəm, P1-in P2-yə olan nisbəti. Aha, T1-imiz nə qədərdir? T1-imiz nə qədərdir müəllimlər? Hə, T1-imiz qazın temperaturu 200 Kelvin artanda ilk temperaturunu istəyir. Onsa bizdən ilk temperaturu bilmirik bunu. T1, T2-nin yerinə nə yazaq? T2-nin yerinə yazırıq 200, düzdür? Aha, o zaman nə olur? Deməli, P1-imiz nə qədər oldu? P1-imiz bilmirik, P2-miz 1,5 P1-dir. Buradan ixtisarlarımızı aparsaq, T1-ə nə tapırıq? Müəllimə, orada T1 bölək, T1 üstə gələk 200 olmalıdır, düz deyil. Aha, Çünki düzdür, temperatur düzdür. 200 Kelvin artdı. Aha.
Düzdür, yazmışam burada, amma yazmamışam. Bəli. Bəli, T1 bəli, üstəgələ bəli. 200. Aha, deməli o zaman buradan nə olur mənlər? 1,5 T1 bərabərdir, çarpaz vursaq. T1 üstəgələ 200 olur da. Buradan da 0,5 T1 bərabər 200-ə. T1-imizi tapanda T1-imiz nə qədər olur? Deməli 20-ni 5-ə böləndə 400. aha 400. Deməli bu da oldu 400. İndi bizə nə deyir? Deyir iç temperaturu. Baxıram ki, cavablar dərəcə Selsi iləndir. Deməli o zaman kiçik T-ni də tapanda nə edirdik? Böyük T-dən, yəni 400-dən 273 çıxmalıyam da. Bu da olurmu 127? 127 dərəcə. Aha 127 dərəcə. Bax cavabımız olur 127 dərəcə. Deməli, yəqin siz Kelvindən tapmısınız, sonra dərəcəyə keçməmisiniz. Ona görə cavabınız səhv çıxıbdır. Bax 400 Kelvini tapdıqmı? Kiçik T-ni də tapanda Kelvin temperaturunun nə göstəricisi nədirsə, ondan 273 çıxmalıyıq ki, dərəcə Selsiyə keçək. Sonra 8 deyilib, sonra 9-a baxaq. Aha, 9 maraqlı sualdır. Baxaq 9-cu suala. Deyir ki, 77 dərəcə Selsi temperaturda qabdakı qazın təzyiqi 50 kilopaskaldır. Qabdan qazın yarısı buraxıldıqdan və temperatur 7 dərəcə Selsiyə kimi azaldıqdan sonra qazın təzyiqi nə qədər olar? İlk işimiz dərəcə Selsidən Kelvinə keçməkdir. Deməli, T1 olacaqdır. 77 ilə 273-ü toplayanda nə qədər olar? 350 olurmu? 350. T2-miz nə qədərdir? Dəqiqə. Aha, T2-miz nə qədərdir? T2-mizdə 7. 273 ilə də 7-ni toplasaq bu olur 280. Aha, bax bunları yazdım, özüm üçün hazır qoydum. Deməli mənə verilib bir də qabdakı qazın təzyiqi. P1 verilib. P1 də 50-dir. Bir də deyir ki, qazın yarısı buraxıldıqda müəllimə bunu gəlin ifadə edək. Yazaqmı? M2 bərabərdir M1 bölünmüş 2. Yəni ilk kütləsi nə idisə onun yarısı buraxılıbdır da. Son kütlə bərabərdir ilk kütlənin yarısına. Bax bunu da qeyd elədim. İndi gəlin PV bərabərdir M bölünmüş M RT düsturumuzu yazaq. İndi bax burada mən özüm üçün nə müəyyən eləyirəm. Bax qabdırsa, deməli burada V-si sabitdir. Sonra nə deyir mənə? Deməli burada R də sabitdir, molar kütlə də sabitdir. Mən baxıram ki, deməli müəllimə burada M həm P daha doğrusu həm M-dən asılıdır, həm T-dən asılıdır. Belə yaza bilərəm də bunu özüm üçün asıllıq olaraq. Bax P mütənasibdir. M vurulsun T hasili ilə. Bunu belə yaza bilərəmmi? Buna uyğun da asıllıq qururam. O zaman yaza bilərəm də P2-nin P1-ə olan nisbəti bərabərdir M2 T2-nin M1 T1-ə olan nisbəti. İndi gətirin yerinə qoyaq. Demək olar ki, hər şeyi, çox şeyi bilirik də burada. P2-ni bilmirik. P2-ni yazaq. Elə bizə P2 lazımdır. P1-imiz 50-dir. Bərabərdir. M2-mizin yerinə bax, ifadə eləmişəm burada. M1 bölək 2 yazsam, T2-miz nə qədərdir? T2-ni də yazmışam da 280. Aha, sonra nə var burada? M1-i də yazıram. Sonra bir də var T1-imiz. T1-imiz nə qədərdir? 350-dir mi? Aha, yazdıq. Gəlin indi ixtisarlarımızı eləyək. Buradan nələr ixtisar gedir? Bax, ilk öncə M1-lər ixtisar getdi. Sonra bu sıfırlar getdi. 28-i 2-yə böldüm. Elə bir burada qalır nə? İxtisar etsək 14 bölək 35 qalır. Onları da ixtisar etsək 2 bölək 5 qalırmı? Aha, indi gəlin çarpaz vuraq P2-ni tapaq. P2 nəyə bərabər olur? 100 bölünmüş 5. O da bərabər olur 20. Deməli, son təzyiqimiz 20 oldu. Deməli, müəllimlər, təzyiq həm kütlənin hesabına belə deyim azaldı, həm temperaturun hesabına azaldı. Ona görə də bax bu tənliyə əsasən biz asıllıq qurduq ki, təzyiq nəyin hesabına, hansı kəmiyyətlərin hesabına azalacaqdır. Yarısı buraxılırsa kütlənin hesabına azalır, bu öz yerində. Amma axı temperatur da azalıbdır. Bir də temperaturun hesabına azalır. Ona görə bax bunun ikisinin də asıllığını biz yazmalıyıq ki, P həm M-in hesabına azaldı, həm T-nin hesabına azaldı. Ona görə də hər ikisinin hasili şəklində yazıb asıllıq qurmaq lazımdır. Sonra 9-dan sonra yazılmayıbdır başqa sual. Yoxdur müəllimlər. Başqa sualımız yoxdur burada. O zaman keçək C-yə. Əgər yoxdursa. Neçə sualdır ki? 1, 12. Yoxdur müəllimlər buradan başqa sual. Keçəkmi C-yə? Yoxsa testlərin qalanını işləməmsizmi? Mən artıq elə bir hiss doğdu içimə ki, elə və siz testlərin qalanını işləməmsiniz. Ya da ki, çox qəşəng işləmişsiniz, sualınız yoxdur. Müəllimə, mən işləmişəm. Bir dənə sualım var. Asil müəllimə. Bəli. Asil müəllimə, mən bayaq verdiyim sual, bax bu C variantında 12-də qrafik var. Bir dənə zəhmət olmasa baxın. Bax, mən dediyim qrafik toçnu bunu kimidir?
Burada Aha. həcmin dəyişməsini istəyir. Mən həll eləmişəm, amma başqa kitabda variant başqaydı. Burada İndi gəlin siz baxaq. baxın da zəhmət olmasa. İndi Baxın, gəlin bəli. baxaq müəllim. Gəlin baxaq. Buyurun. Bax, indi belə daha rahatdır. Heç mən bunu bayaq belə təsəvvür edə bilməmişdim siz deyəndə. Tamam başqa Aha. cür təsəvvür etmişdim. Gəlin baxaq. Deyir Aha. ki, 12-ci sualda nə deyilir? Deyir ki, verilmiş kütləli ideal qazın izobar prosesləri qrafiklərdə göstərilmişdir. Həcmin dəyişməsi hansı prosesdə ən böyükdür? Bax, gəlin baxaq müəllimlər, yazaq. PV bərabərdir. Nu RT. Bu tənlikdən qaçışımız yoxdur. Molekulyar kinetik nəzəriyyə deyəndə bu tənlik gözümüzün qabağına gəlməlidir. Deməli, buradan V-ni tapsaq, V nəyə bərabərdir? Nu RT bölünmüş P-dir də. Yəni, nəyə görə yazıram bu düsturu? Mən burada bucaqlarla əlaqə qurmaq istəyirəm. Yəni, burada belə deyim də, tangens alfamız nəyə bərabərdir? P bölünmüş T'yə bərabərdir, düzdürmü? Amma bizdə belə yazaq da o zaman kotangesdən P bölək T aşağıdan yuxarıya yazdığımız üçün belə yazın bunu. Nu R kotangens alfa. Aha, kotangesdə necə funksiyaydı? Yəni, bax burada məsələn mən bu izoxor əyrilərini göstərmiş olsam, qoy bunu qırmızı ilə yazım. Aha, bax bu izoxor əyrilərini göstərmiş olsam burada mən izoxor qrafiklərini. Deməli kotangens alfa bucaqla tərs asılı olan bir cəmiyyətdir də. Yəni kiçik bucağa belə deyim, böyük qiymət uyğun gələcək. Yəni kotangensin kiçiyinə V-nin böyüyü uyğun gələcək. Yəni belə deyək. Bax bu buradakı qiymət, bax bu qrafik böyükdür. Bu qrafikin qiyməti isə kiçikdir. Belə deyim də qiymət olaraq. Bax bunu belə özümüz üçün qeyd edək. İndi gəlin deyək ki, həcmin dəyişməsi hansı prosesdən böyükdür? Bax bu 1, 3, 5 nöqtələri eyni bir xəttin üstündə olduğu üçün bunların qiymətləri eyni olacaqdır. V-ləri. Bu 2, 4, 6 qrafiki də eyni bir xəttin üstündə olduğu üçün bunların da V-ləri eynidir. İndi əsas məsələ bunların arasındakı bu V-lərin dəyişməsini tapmaqdır. Bax belə deyək də müəllimlər. Bax tutaq ki, buna gəlin bir özümüz üçün bir qiymət deyək. Bax tutaq ki, məsələn mən buna deyirəm bir 3V olsun. Bu da bir V olsun. Dedim axı mən təyin elədim ki, bu qrafikin qiyməti bu birisi qrafikin qiymətindən böyükdür. Bax mən 1-2 prosesi üçün də həcm dəyişməsini hesablasam, 3V-dən V-ni çıxacam, 2V yazacam. Bax 4 ilə 3-ü təyin eləsəm, yenə həcm dəyişməsini tapsam, 3V-dən V-ni çıxacam, deyəcəm dəyişmə 2V-dir. 5-6 hissəsi üçün də hesablasam, 3V-dən V-ni çıxıb yenə deyəcəm 2V-dir. Deməli gördünüzmü? Bütün proseslərdə həcm dəyişmələri bərabərdir. Sadəcə olaraq bunun siz bir dənə təyin edin özünüz üçün ki, indi burada başqa bir şey də soruşa bilər. Ona görə kotanges alfa ilə tapın bunu ki, yəni hansı qrafikin qiyməti böyükdür? Aşağıdakının mı, yuxarıdakının mı? Bunu tapandan sonra bir dənə özünüz qiymət qoyun təxminən də, yəni ki, daha asan olsun, daha sizə aydın olsun deyə. Aha, deməli böyük qiyməti bura aşağı yazın, kiçik qiyməti yuxarı yazın. Dəyişmələr hər birində eyni qədər dəyişəcəkdir. Aydın oldu müəllimə? Deməli burada cavab bütün proseslərdə bərabərdir. Çox sağ olun. Aysel müəllimə, zəhmət olmasa elə burada bunun kimi qrafik çəkin. Amma V-nin T-dən qurun, orada təzyiqin dəyişməsi harda ən kiçik olacaq, onu deyərdi zəhmət olmasa. Aha, baxaq, yaxşı. T qrafik. Yox, V-nin T-dən, həcmin temperaturdan. Yaxşı, V T qrafik. Yəni orada 11-ə baxsaz elə ona aiddir. Aha, bunu deyirsiniz müəllimə, belə bir şey? Yox. Bu indi işlədiyimiz kimi, 12-dəki kimi şəkil çəkin. Aha, yaxşı, tamam. Elə Zəhmət eyni, olmasa. yox, zəhmət deyil. Elə eyni belə bir şəkil çəkək, yaxşı, belə bir şəkil. Eyni şəkildir, bəli. Aha, belə bir şəkil çəkək. Bir dəqiqə. Belə bir şəklimiz olsun. İndi burada nə istəyir müəllimə? P-ni istəyir, eləmi? Burada P-nin ən kiçiyini istəyir və ən kiçiyini. Yenə eyni kimi belə rəqəmlər eynidir, eyni qrafikdir. Aha, yaxşı. 5, 3, 1. 6, 4, 2. Elə belə yazıram. İndi bizdən təzyiq istəyir, düzdür? Hansı prosesdə ən böyükdür deyir. Yaxşı, Ən gəlin bax kiçiyini bu. istəyir. Hə, lap olsun ən kiçik. Yaxşı. Gəlin bax bu tənlikdən indi gəlin P-ni tapaq. P nəyə bərabərdir? Yenə nu RT bölünmüş V-dir də, düzdür? Aha, indi gəlin baxaq görək. Bax bu qrafikdə V bölək T bizə nəyi verir? V bölək T bizə tangens alfanı verir. Yenə bunu belə yazacağam da mən. Nu R kotangens alfa olacaq. Düzdür müəllimə? Bura qədər aydındır? Bəli. Aha, bura qədər aydındır. Tamam o zaman. Deyir ki, təzyiq ən kiçik olsun, düzdürmü? Yenə indi deyəcək ki, biz P bucaqla tərs asılıdır. Yəni aşağıdakının, belə deyək ki, bucağı kiçik olanın təzyiqi böyük olacaq, düzdürmü? Yəni bax bu təzyiq burada P böyük olacaq, buradakı təzyiq kiçik olacaqdır. İndi desək ki, bizə deyir ki, dəyişməni tapın. Burada da elə bərabər olacaqdır müəllimə. Çünki bax yenə 1 2 burada yenə bir 3P desəz, burada bir P desəz, elə yazmışam. Dəyişmə 1 2 üçün də siz dəyişməni tapanda 3P-dən P-ni çıxacaqsınız.
delta P-ni tapacaqsınız. 4 3 üçün də tapsaz, 6 5 üçün də tapsaz. Elə burada da bütün proseslərdə təzyiqlər bərabər olacaq. Yəni eyni yolla gedirik. Yəni burada metod eynidir, yol eynidir. Sadəcə olaraq siz asıllıq qurun, tapın görün hansı qrafik qiyməti böyük olacaq təzyiqdə, hansının kiçik. Ona uyğun olaraq da dəyişməni yazın, yəni cavabınız çıxacaqdır. Çox sağ olun. Siz sağ olun. Sonra müəllimlər başqa hansı suallar yazılıb bura? Bircə dəqiqə. 3C-də 2 3 deyilib. Baxaq, C-də ikinci, üçüncü sualımıza. Aha, nə deyilir C-də 2 3-ə? Deyir, sabit kütləli ideal qazın temperaturunu 50% artırıb, həcmini 50% azalanda təzyiq necə dəyişir? Bax, bayaq bundan biz işləmişdik. Nə deyirik o zaman? Yenə tapırıq buradan. Təzyiq istəyir də. Təzyiq nəyə bərabərdir? P bərabərdir. Nü, RT bölünmüş V-dir də. İndi deyir ki, temperaturu 50% artırdıq. Temperatur 50% artıbsa, 50% artma neçə dəfə artma deməkdir? Mən belə başa düşürəm ki, burada bu düstur problemi deyil. Sizin bu faizlə bağlı problem var ki, nə qədər artma, azalma Bir anda. Səsiniz echo verdi müəllimə. Deməli, 50% artma neçə dəfə artma deməkdir? 1,5 dəfə artma deməkdir. Həcm 50% azalır, 50% azalma neçə dəfə azalma deməkdir müəllimlər? Neçə dəfə azalma deməkdir? 2 dəfə azalma deməkdir. Deməli, bax, təzyiq temperaturun hesabına 1,5 dəfə artacaq. Həcmin 2 dəfə azalmağının hesabına da 2 dəfə artacaqdır. Deməli, o zaman hasil olaraq tapsaq, təzyiq 2 dəfə artmış olur. Yəni, necə 2 dəfə belə deyim də, həm temperaturun hesabına, həm həcmin hesabına. O zaman ümumi olaraq 3 dəfə artmış olur həcm, təzyiq. Təzyiq 3 dəfə artmağı neçə faiz artma deməkdir? 3 dəfə artma 200% artma deməkdir də müəllimlər, düzdür? Aha. Sonra başa düşə bilmədim müəllim. 3 dəfə artma necə 200% artma olur? Əvvəl 100% Deməli, deyil bax, yəni. əvvəl 100% idi, üstə də 200% gəlirsiniz, artmanı belə tapırıq da, 100-ə də bölürük. 100 ilə 200 olur 300, 300 də 100-ə böldük, bu 3 dəfə artma deməkdir. Bax, 200% artma 3 dəfə artma deməkdir. 100% artma necə 2 dəfə artma deməkdir? 200% artma da 3 dəfə artma deməkdir. Bax, əvvəlki qiyməti 100% qəbul edin, sonraki qiyməti üstə gəlib 100-ə bölürük. O zaman da neçə dəfə artdığını tapmış oluruq. Yəni, əgər sizə 3 dəfə artma belə sondan əvvələ gəlmək çətinlik törədirsə, belə ümumi təsəvvür edin ki, hə, bu 200% olarsa, əvvəlki qiymətdə 100%-dir. Deməli, burada nə var? 3 yaranır da, 3 əmsalı yaranır. Deməli, 3 dəfə artma deməkdir. Bəli. Sonra Başa düşdüm. siz sağ olun. Sonra üçüncü suala baxaq. Üçüncü sualda nə deyilir? Sabit həcmli, qazın temperaturunu 300 Kelvin artırdıqda təzyiqi 1,5 dəfə artdı. Qazın başlanğıc temperaturunu hesablayın. Gəlin yazaq. Deməli, nə deyir? T2 bərabərdir. T1 üstə gələ 300. Təzyiq o zaman 1,5 dəfə artıbdır. 1,5 P1 olubdur. İndi müəllimlər, bax belə deyim, həcm sabitdirsə, yəni V sabitdirsə, təzyiq 1,5 dəfə artırsa, deməli temperatur da 1,5 dəfə artmalıdır da. Bax, temperatur üçün bir dənə də belə tənlik yazıram. T2 bərabərdir 1,5 T1. Mən bunu asıllığa görə yazdım. Yəni, sabit həcm varsa, təzyiq 1,5 dəfə artırsa, deməli, eyni zamanda temperatur da 1,5 dəfə artmalıdır. Deməli, bax, deməli, tənliyim bir budur. Bir dəqiqə bunu yaşılla göstərim. Bir tənliyim budur, temperatur üçün, bir tənliyim də budur. Gətirək, gəlin, əvəz eləyək. T2-nin yerinə 1,5 T1 yazsaq, bərabərdir T1 üstə gələ 300-dən. Deməli, 1,5 T1-dən T1 çıxdıq. Nə qədər oldu? 0,5 T1 bərabər olur 300-ə. Buradan da T1-i tapsaq, 300 bölək 0,5 də bizə nə qədər verir? 600 Kelvin verirmi? Deməli, qazın başlanğıc temperaturu olub 600 Kelvin. Sonra baxaq 5-ci sualımıza. Bu çox maraqlı sualdır. Deməli, nə deyir? Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılı qrafiki verilib. Qazın təzyiqinin həcmindən asılı qrafiki hansıdır? Bax, mən baxıram belə, görürəm ki, bu PT qrafiki heç bir izoprosesə uyğun deyil də. Yəni, izoproseslərdə belə kökaltı asıllıq yoxdur. Hər hansı bir prosesin qrafikidir. İndi əsas məsələ odur ki, biz bunu təyin edək görək, bu asıllığı necə qururuq? Bax, bu kökaltı asıllığı, müəllimlər, riyaziyyatdan da biz bilirik də, bu necə yazırdıq bunu? Y bərabərdir K kökaltda X şəklində yazırdıq da, düzdürmü? K da orada hər hansı bir
sabit idi. İndi gəlin elə yazmayaq. Elə yazmayaq da, məsələn belə yazaq da bunu. Y bərabərdir. Məsələn A kökdə x yazaq. Bu A hər hansı bir ədəddir. Niyə K yazmadım? Yəni birdən kiminsə fikrində yaranar ki, bu K Boltzmann sabiti falan da ona görə başqa bir sabit ədəd yazdım. İndi buna uyğun olaraq da bax mən bu asıllığımı belə yaza bilərəmmi? P bərabərdir A kökdə T şəklində yaza bilərəmmi bunu? Bax bu kökaltı asıllığa uyğun bunu yazdım da. Aha, indi gəlin baxaq görək biz buradan başqa nə yaza bilərik? Mənə lazımdır P ilə V arasında əlaqə qurmaq. Yenə ilk ağla gələn P V bərabərdir nÜ/T düsturumdur. Buradan mən baxıram ki, müəllimlər, bax PV bərabər nÜ/T düsturunda biz deyirik ki, bir düsturda iki cəmiyyət arasında asıllıq qurmaq üçün digər cəmiyyətlər sabit olmalıdır. İndi gəlin baxaq görək burada iki cəmiyyətdən başqa digərləri necə dəyişir. Bax, P dəyişir, düzdürmü? Həcmin asıllığını istəyirsə, deməli həcm də dəyişir. Burada bir dənə sabit qalan nÜ/R'dir. T də dəyişir. Aha, bax bir düsturda artıq 3 cəmiyyət dəyişir. 3 cəmiyyət dəyişirsə mən bunu elə eləməliyəm ki, o bir cəmiyyətin dəyişməyini sabitliyə doğru çevirim də, yəni aradan çıxardım. Çünki 3 cəmiyyət arasında asıllıq qura bilmirəm. O zaman gəlin bax buradan, bax bu düsturdan mən artıq buradan T-ni tapsam, hər tərəfi kvadrata yüksəltsəm, P kvadratı bərabərdir A kvadratı T alaram, düzdür? Aha, indi buradan mən T-ni tapsam, T nəyə bərabərdir? İstəyirəm ki, T-ni aradan çıxardım, onun yerinə bir P ilə asıllıq qurum da mən burada ki, dəyişənin bir azalsın. Deməli, buradan T-ni tapsam, P kvadratı bölü A kvadratıdır da, düzdürmü? İndi gəlin gətirək, bax burada yerinə qoyaq. PV bərabərdir. nÜ/R ilə işim yoxdur. T-nin yerinə yazıb gətirib yazıram. P kvadratı bölünmüş A kvadratı. Aha, buradan bax, bu kvadratla bu P getdi. Nə qaldı yerdə? V bərabərdir nÜ/R. P bölünmüş A kvadratı. Aha, mənə lazımdır P ilə V arasında əlaqə qurmaq. Baxın, P ilə V necə asılı oldu bir-birindən? Düz mütənasib asılı oldu da, düzdürmü? Deməli, o zaman cavabımız olur D variantı. Yəni, bax, bu fərqli tipli sualdır. Yəni, bu izoproseslərdə biz bu qrafiki görməmişik. Biz özümüz burada əlaqə qurub bunu çıxartmalıyıq ki, görək necə dəyişir. Bax, əsas məsələ də burada incəlik, xüsusi incəlik də odur ki, burada 3 cəmiyyət dəyişir. Biz isə belə bir şey öyrənməmişik. Biz öyrənmişik ki, bir düsturda, yəni biz bir cəmiyyətin asıllığını qurmaq üçün, iki cəmiyyət daha doğrusu arasında asıllıq qurmaq üçün qalanları sabit olmalıdır. Baxdım ki, burada 3 cəmiyyət dəyişir. 3 cəmiyyətin dəyişməyində birini sıradan çıxartmalıyam mən onun ki, 2 cəmiyyət arasında asıllıq yarada bilim. Demək, ona görə də bax, mən bu asıllığı buradan qurdum, T ilə P-ni ifadə elədim, T-nin yerinə gətirdim, P-ni qoydum ki, ifadəni ala bilim. İndi bu sizin üçün aydın oldu, müəllimlər. Əgər aydın oldusa, indi mən sizə burada başqa bir sual verim. Başqa bir qrafik verim. İndi siz onu mənim üçün eləyin, zəhmət olmasa. Əgər aydındırsa. İndi tutaq ki, qrafikimiz kökaltı yox da, məsələn, bir kvadratik asıllıqdır. İndi bunu siz mənim üçün tapın görüm, cavablar hansıdır? Gözləyirəm müəllimə, 3 dəqiqə vaxtınız var. Aysel müəllimə, mən B aldım. Nə variantı olardı? Ya, mən səhv fikirləşirəm burada, belə aldım. Yaxşı, indi belə deyim də, bir dəqiqə də gözləyək. Çünki hələ başqa heç kəs yazmır. Qoy hamı düşünsün. Mən istəyirəm ki, bunu, yəni artıq belə deyim də, birini həll eləmişik. Siz ona uyğun ikincinin düzgün cavabı tapmalısınız. Xahiş edirəm, mikrofonları bağlayaq, bir dənə yazaq. Yəni, yaza-yaza çıxardıq. Elə belə fikirləşməyək ki, hə, bayaqları kökaltı idisə, düz oldu. İndi kvadratik idisə, nə bilim, kökaltı olacaq, ya düz olacaq, ya tərs olacaq. Yəni, bunu əsaslandıraq. Görək necə çıxardırıq, yəni, necə tapırıq. Yazın müəllimlər, gözləyirəm cavablarınızı. Hələ ki 3 nəfər yazıbdır. Rakib müəllim də səsli olaraq dedi. Qalanlarınızı gözləyirəm.
Hər kəs yazsın. Yaxşı müəllimlər. Demək olar düzgün cavablarımız da var. Aha, düzgün cavablarımız artır. Görək. Bir dəqiqədə yaxşı gözləyək. Belə deyim. Cavabımız C variantıdır və C yazan müəllimlərimizdən biri xahiş edirəm səsli şəkildə mənə izah eləyin ki, o C variantını necə tapdınız? Kim ürəklidir, kim izah eləmək istəyir, bir dənə izah eləsin. Hamımız eşidək. Heç kəs izah eləmək istəmir. Onda elə-belə yazmısınız, hə? Orada müəllim, onlar deyim, PV-nin kvadrat kök kvadratı ilə tərs mütənasibdir. Orada da yeganə tərs mütənasib asıllıq C variantındadır. Ona görə cavab etmişəm. Mən B yazdım, amma C-dir cavab. Yəni Aha, tərs yaxşı. kvadratla tərs mütənasib olduğunu bilirdim. Sxemi səhv idim. Yaxşı, başqa kim izah eləyə bilər müəllimlər? Rakib müəllim izah eləyə bilərsiniz, zəhmət olmasa. C dediniz bayaq çünki. Hə, müəllim, orada P kvadratla mütənasibdir. Aha. P kvadratla mütənasib. Bax, onu da biz həmin P-və bərabər nöqteyi düsturunda nəzərə alsaq, yerinə qoysaq orada tərs mütənasib olardı. Aha, yaxşı. Gəlin baxaq. İndi mən də bir dəfə izah eləyim, hər kəs eşitsin. Yəni əslində belə deyim də maraqlı sual idi bu sual. Deməli gəlin baxaq müəllimlər. İndi bayaq kök 6 idi. Kök 6 funksiyanın düsturundan istifadə elədik. İndi kvadratik asıllıdır. Belə yaza bilərikmi bunu funksiya olaraq y bərabərdir ax kvadratı yaza bilərik də. Gəlin bunda indi öz düsturumuza tətbiq, öz qrafikimizə tətbiq edək. P bərabər at kvadratı yaza bilərəmmi? Aha. Yazdım P bərabər at kvadratı. Bunu özüm üçün bir saxlayıram burada. İndi gəlirəm, buradan yazıram. P V bərabərdir nöqtə. Yenə də müəllimlər, bax, P var, V var, T var. Hər üçü dəyişir bu kəmiyyətləri. Mən elə eləməliyəm ki, bu T-ni sıradan çıxardım. Yenə ona görə buradan nə yazım? T bərabərdir. Kökün altında P bölək A yazıram. Aha, gətirirəm indi burada yerinə yazıram. Amma baxıram ki, kök 6-dır, ona görə elə birbaşa gəlin hamısının kvadratı yüksəldək ki, bu T-ni kökdən azad edək. O zaman belə yaza bilərəmmi? P kvadratı, V kvadratı bərabərdir nö kvadratı, R kvadratı, T kvadratını da elə kvadrata yüksəldib P çıxaq A şəklində yazıram buradan. Aha, bax bu P ilə bu kvadrat getdi. Düsturumuz nə şəklə düşdü? P bərabərdir. Deməli, nö kvadratı, R kvadratı bölünmüş A, V-nin kvadratı olur. Deməli, baxın. Gördükmü? Bax, buradan elə cavabımız çıxdı. P ilə V necə asılıdır? Tərs mütənasib asılıdır. Və cavabımız burada olacaq C variantı. Yəni, bu ikinci hal üçün olacaq ha C variantı. Birinci hal üçün tapmışdıq. Öz qrafik, düsturumuz, öz testimiz üçün tapmışdıq. Amma burada, bax, asıllıq olaraq qursaq, bax, bunu tapmış oluruq. Sonra müəllimlər, burada cavablar yazıldı. Mən itirdim. Ayrı hansı sual yazılmışdı? 8-ci sual yazılıb. Aha. Baxaq 8-ci sualımıza. Aha, 8-ci suala baxaq. Aha, nə deyilir? Verilmiş kütləli, bir dəqiqə. Verilmiş kütləli ideal qazın təzyiqinin həcmindən asılılığı göstərilib. A nöqtəsində temperatur. Aha, bax, A nöqtəsi buradır. Burada temperatur deyil, 50 Kelvindir. B nöqtəsində deyir, qazın temperaturunu hesablayın. Bax, müəllimlər, A nöqtəsində temperatur 50 Kelvin olubdur. Baxıram ki, bax, 1-dən 3-ə doğru getdikcə nə olubdur? Həcm sabit qalıbdır, təzyiq 3 dəfə artıbdır. Təzyiqin 3 dəfə artmağının hesabına izoxor prosesi təzyiq 3 dəfə artırsa, deməli temperatur da 3 dəfə artmalıdır. Deməli burada T-ni tapdım ki, 50 vuraq 3-dən olacaqdı 150 Kelvin. Bu 1-3 prosesində 150 Kelvin olacaq. İndi baxıram, bir dənə də bu prosesin var axı. Bax, belə bir prosesin var. Burada da P sabitdir.
həcm 3 dəfə artıbdır. P sabitdir, həcm 3 dəfə artırsa, temperatur yenə 3 dəfə artır. Aha, 50 idi, 3 dəfə artdı oldu 150. İndi 150-dən də bir həcmin hesabına 3 dəfə artacaqdır. Deməli o zaman bu birisi sonuncu prosesimizdə də temperatur yenə 3 dəfə artacaq. Yəni 150 vuraq 3-dən olacaq nə qədər? 450. Yəni bax bu prosesdə temperatur təzyiqin 3 dəfə artmağının hesabına artdı. Bax bu prosesdə isə, bax buradakı prosesdə isə təzyiq sabit qalıb da həcmin 3 dəfə artmağının hesabına da 1-3 dəfə artdı. Deməli ümumilikdə 50 Kelvinimiz nə qədər artdı müəllimlər? 9 dəfə artmış oldu da 3 dəfə birinci prosesdə artdı, 3 dəfə ikinci prosesdə artdı. Ümumilikdə 9 dəfə artmış oldu. Deməli o zaman da 450 Kelvini almış oluruq. Sonra müəllimlər, başqa var sualınız? 8-dən başqa sual yazılmayıbdı burada. Varsa yazın. Varsa yazın, baxaq. 12-ci sualı da izah elədik. Bayaq müəllimə üçün izah elədik. Bu sualımız da izah olunub. Sonra başqa? Başqa var sual? Yəqin ki, yoxdur. Çünki yazılmayıbdı. Müəllimlər, sualınız var başqa? Yoxsa bitdi artıq? Xeyr, müəllimə. Bitti. C14. Mən öz suallarımı verdim. Aha, C14 deyilib, bir dəqiqə ona da baxaq. C14, aha. Nə deyir? İzotermik genişlənmə zamanı. Aha, izotermik genişlənmə nə idi? Yəni T sabitdir və ya artır. İzotermik genişlənmə zamanı verilmiş kütləli ideal qazın həcmi 4 kub metr artmış, təzyiqi isə 80% azalmışdır. Qazın başlanğıc həcmini hesablayın. İlk öncə verilənlərimizi yazaq. V2 nəyə bərabərdir? V2 bərabərdir V1 üstəgələk 4. Bir şey deyim müəllimlər, mənim diqqətimi bir şey çəkir ki, bu faiz məsələlərində görürəm ki, müəllimlərimizin bəzilərinin bu artma, azalma, dəfə azalma, faiz artma, azalma. Bax, görürəm ki, bəzilərinizin burada elə bil ki, biraz belə boşluqları var. Xahiş edirəm, onu biraz üstünə düşünün faiz məsələlərini. Çünki faiz məsələləri həmişə işlənir. Yəni, buna biraz diqqət edək. Aha, deyir ki, təzyiq 80% azalmışdır. 80% azalma neçə dəfə azalma deməkdir müəllimlər? İndi siz deyin görüm, 80% azalıbsa bir kəmiyyət, deməli neçə dəfə azalıb? 4 dəfə azalıb. P-dirsə P2 müəllim olur. bərabərdir, P1 vursa 100 Yox, sırası beş vursa dəfə, 100 beş də. dəfə. 5 dəfə azalıb. Baxın Yəni 5 dəfə müəllimlər, azalıb, 5 dəfə. baxın müəllimlər, 100% idi, 80% azalıb, qalıb 20%. 100-dən düşüb 20-yə neçə dəfə azalıbdır? 5 dəfə. 5 dəfə azalıb da. Yaza bilərəm o zaman belə. P2 bərabərdir, P1 bölünmüş 5-ə. Aha, indi buradan da mən kəsrlə yazmağı xoşlamıram, ona görə həmişə hasilə şəklində yazıram. P1 bərabərdir 5, P2. Aha, o zaman gəlin əlaqə quraq. İzotermik prosesdə də V ilə T necə asılıdır bir-birindən? Tərs mütənasib. Deməli, V1-in V2-yə olan nisbəti bərabər olacaqdır P2-nin P1-ə olan nisbəti. Hər şeyimiz var, yerinə qoyub ifadə edə bilərik. V1-i bilmirəm, yazıram. V2-nin yerinə V1 üstəgələk 4 yazıram. Bərabərdir. P2-miz nəyə bərabərdir? Bilmirəm. P1-in yerinə yazdım 5P2. Aha, gəlin buradan ixtisarlarımızı aparaq. İxtisarlar olandan sonra tərs çarpaz vursaq 5V1 bərabər olur. V1 üzərinə gəlinsin 4. 5V1-dən V1 çıxdıq 4V1 bərabər 4-ə. V1 də bərabər olur 1 kub metr. Bizdən elə başlanğıc həcm istəyir də V1 istəyir. Bax tapdıq. V1 bərabər oldu 1 kub metrə. 100% mən bilirəm ki, bunu əslində yəqin ki, burada faiz məsələsinə görə bu yəqin məsələ qalıb sizdə. Aha. Belə. Deməli o zaman müəllimlər bitirdik. Artıq molekulyar kinetik nəzəriyyənin əsaslarını bitirdik. Deməli bu gün 6-cı gündür. Ev tapşırığı olaraq sizə Kaspidən mən keçən dəfə vermişdim sizə Newton qanunlarından statika orada bir başlıq altında olduğu üçün mən onu yarı-yarı vermişdim sizə. Xahiş edirəm, deməli ilk 70 dənəni yəqin ki, ümid edirəm ki, işləmisiniz. İnanıram ki, işləmisiniz. Qalan, orada səhv etmirəmsə 150 dənə falan test olmalıdır. 70-ni işləmisinizsə, yəqin ki, bir 70-75 dənə test qalıb orada. Statika başlığını oradan işləyərsiniz Kaspidən. İkinci gün olacaq dərsimiz, ikinci gün mövzu izahımız olacaqdır. Yəni ona qədər vaxtınız var. Bir 3 gün vaxtınız var. Bax, bu 3 gündə xahiş edirəm, Kaspini işləyin. Bax, müəllimlər, mən proqramım belədir ki, belə fikirləşmişəm ki, artıq bizim deməli termodinamikamız qalır. Sonra doymuş doymamış buxarımız, bir də qalır bərk cisimlərimiz. Birinci hissəni qurtarmağa. Bir 6 dərsə bunu qutarsaq, ikinci hissədə elektrik bölməsini bitirəndən sonra üzr istəyirəm, ondan sonraki bölmələrdə mən təkrar başlayacağam. Yəni ondan sonra maqnit bölməsi gəlmir, maqnit bölməsi rahatdır. Maqnitlə
artıq təkrara başlayacağıq. Yəni belə deyim də aprelin ortalarından sonra artıq biz təkrar eləyəcəyik, təkrara başlayacağıq. Bax onda Kaspidən başlayacağam. Onda sonra mənə deməyin ki, müəllimə, həm təzə dərsimiz var, həm Kaspini işləyirik, çatdıra bilmirik. Bax mən Kaspini ona görə indidən sizə verirəm ki, təkrarı eləyin, yazın, əlinizin altında hazır olsun. Sonra başlayanda həm təzə mövzu, həm köhnənin təkrarı bax sizə çətin gələcək sonra. Sonra deməyin ki, müəllimə, bunu niyə əvvəldən xəbərdarlıq eləmədiniz? Bax mən ona görə Kaspini indidən başlatmışam ki, bir yazın, təkrar edin, həm yadınızdan çıxmasın, həm əlinizin altında Kaspi təkrar qalsın. Yəni artıq orada maqnitə, həm Kaspini işləmək sizə çətin olacaq. Məsələn də həm təzə mövzu, həm köhnənin təkrarı. Ona görə yavaş-yavaş vaxt tapdıqca işləyin. Çünki belə eləməsək çatdıra bilməyəcəyik. Yəni yaxşı bir təkrar eləməliyik. Hələ mənim fikrim var ki, topludan da bəzi sualları sizə özüm işarəliyim, hamısını yox da, bəzilərini orada məsələn çətin tipli suallar varsa, onları işarələyib atacağam ki, məsələn tutaq ki, birinci bölmədən bax bu nömrəli testləri də işləyin.